Mən Zəki Evroyal Zəkioğlu. Bura gələnə qədər mənim bir müharibə yolum olub. İnanmayacaqsınız. Amma 50-yim də olub. Mən Zəki Evroyal Zəkioğlu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motosikl ixtisası üzrə qəbul olmuşam. 2011-ci ildə həmin ixtisas üzrə Ali Hərbi Məktəbi bitirmişəm. 2020-ci il sentyabrın 27-si Cənubi Ali Baş Komandanın başlatdığı əks-hücum əməliyyatlarında Kəlbəcər istiqamətində Ensali hərbi hissənin qərargah rəisi kimi döyüş əməliyyatlarına başladım. 2020-ci il noyabrın 9-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı düşmənin 3 tankla əks həmlə etdiyi zaman o tankları məhv edən zaman yaralandım. Və ondan sonra isə döyüş yoldaşlarımın sayəsində təxliyə olundum. Və bundan sonra Ağcabədi rayon xəstəxanasına gətirildim. İlkin tibbi yardım orada göstərildikdən sonra isə növbəti müalicələrim üçün Bakıya təxliyə olundum. Uzun müalicələrdən sonra Sosial Müdafiə Nazirliyi tərəfindən 3-cü qrup 50-yim təyin olundu. 50 təyin olunduqdan sonra reabilitasiya xidmətləri almağa başladım. Bakı Reabilitasiya Mərkəzində mənə balans koordinasiya idmanları, əzələ qüvvətləndirmə, aşağı ətraflara elektrosistimulyasiya, fonafarez, rabitə avadanlıqlarla prosedurlar təyin olundu. Və bu xidmətlərdən sonra ayaqlarımın hərəkəti fəaliyyətində xeyli irəliləyiş hiss etdim. Mən reabilitasiya oldum. Aldığım bu reabilitasiya xidmətlərindən sonra isə aktiv həyata dönüş elədim və mən hal-hazırda ailəliyəm, 2 övladım var. Onların sosial həyatlarında, onların öz həyat tərzlərində onlara yardımcı olmağı bacarıram. Bunun üçün isə mən başlıca ən əsası Cənubi Ali Baş Komandanın başda olmaqla bütün dövlətimizə öz təşəkkürümü bildirirəm. İstəyirəm hamı bilsin ki, mənə əlillik yox, sağlam şəkildə həyatı davam etmək lazımdır.